Hər kəs salam. Bugün 2 əsaslı doymamış aromatik karbon turşularını izah eləyəcəm. Başlayaq birinci suala. Deyir, 1 mol stearin turşusundan 2 mol hidrogen qopartdıqda hansı turşu alınır? Aha, deməli bizim turşumuz olur C17, H35 və nə? COH. Biz bundan 1 mol hidrogen, 2 mol hidrogen qopardıqsa, yəni 4 hidrogen qopartmış oluruq, düzdürmü? 2 mol hidrogen 4 hidrogendir. Bax, bu 35-dən 4 çıxırıq. Olur H31 və yenə nə? COH. CO H31, COH. Bu da bizdə uşaqlar linol adlanır. Linol, tamam mı? Linol. Sizin qabağınıza çox çıxacaq. Gəlin bunları yazaq. Deməli 2 mol hidrogen qopartdıq. Linol oldu. 1 mol hidrogen qoparsaq, 2 hidrogen də 1 mol hidrogen. 1H2, 2 hidrogen var. 35-dən 2 çıxırıq. Eləyir bizdə 33 COH. Deməli bu olur bizdə olein. Tamam mı? Sonra 2 mol hidrogen. Bax bu 2 mol hidrogen oldu. 2H2 bu oldu bizdə. Üzrüstani bu 1 mol hidrogendir. Deməli bu bizdə oldu 1 mol hidrogen. Bu oldu bizdə 2 mol hidrogen. Bir də yazmalıyıq biz 3 mol hidrogen, düzdürmü? 2H2 yazın. Hidrogen yox. Deməli 2H2. Aha, bir də 3 hidrogen qoparsaq, deməli 3H2-də də 6 hidrogen var. 35-dən də 6 çıxan neçə? 29. Olar C17, H29, COH. Bu da olur bizdə linol yox. Linolin. Linolin. Bu 3 hidrogen qoparmış halıdır stearin. Hansı turşu deyir? Aromatik turşudur uşaqlar. Benzol halqası olan turşumuz aromatikdir. O da tereftal turşusudur. Deməli tereftal turşusu necə yazılır? Bir benzol həlqəsi çəkirik. Baxın. Bir də bax burada COH yazılır. Və bir də buradan COH yazılır. Bu bizə tereftal turşusunun quruluşudur. Hansı biləşmənin deyir cis-trans izomerləri var? Deməli, cis-trans izomerlərini axtarırıq. Biz radikallarımız necə olmalıdır? Müxtəlif olmalıdır. Düzdürmü? Bir də pi rabitəmiz olmalıdır. Doymuşlar olmamalıdır. Gəlin baxaq. Görə hansı turşumuzdur bizdə? Deməli, buranı silim. Dedik bir pi rabitəsi olmalıdır. Doymuş olmamalıdır. Çünki doymuşlarda pi rabitəsi olmur və radikallarımız da müxtəlif olmalıdır ki, bu cis-trans izomerliyə əmələ gətirsin. Yəni, cis-trans izomerliyin əsas xassələri bunlardır və ona uyğun variantda seçməliyik biz. Uşaqlar, bu məsələn, akril turşusuna metakril turşusu verir, düzdürmü? A və B variantında. Və akril turşusu budur. CH2, 2 xət, CH, 1 xət, COH. Bu bizdə akril turşusudur. Gördünüzmü? 2 qatın hissəsində, 2 qat olan hissədə var burada. Radikal eynidir. Bax, bu karbondan elə bir 2 dənə hidrogen çıxır. Bu müxtəlif olmalıydı. Bu akrilimizdir. Bir də metakril var. Metakrildə bir dənə metil əlavə edirik. Olduğu kimi köçürdürəm. Bax, CH2, 2 xət CH, akril olduğu kimi yazılır. Sadəcə bir dənə buradan metil çıxardırıq, olur metakril. Burada da yenə eyni şəkildə. Gördünüz, 2 dənə hidrogen çıxıb. Yəni, ikisi də hidrogendir radikalların. Bu da olmadı. Yəni, biz metakril də çıxartdıq, akril də çıxartdıq. Sonra digər variantlara baxsaq, deməli bizə yağ turşusu verib, olein turşusu verib, propion turşusu verib. Biz götürürük olein turşusunu uşaqlar, çünki olein turşusu biz bunu yuxarıda göstərmişdik ki, doymamış halda da pi rabitəsi var. Bax, olein necə yazılırdı? C17, H33 və COH. Bu doymuş deyil, doymamışdır və pi rabitəsi var. Çünki doymuş hal gətirmək üçün 1 mol hidrogen lazımdır. Ki 35 olsa, mən olein turşusunu götürürüm. Gəldik, deyir ki, hansı turşu 2 əsaslıdır. Yəni, bu nə deməkdir? 2 dənə COH-ı var deməkdir. Tamam mı? 2 əsaslı o deməkdir. O da bizi tereftal idi. Gördünüz, bayaq çəkdik ki, bu bizdə COH buradan çıxdı, bir də COH buradan çıxdı. Bu oldu bizə tereftal turşusu. Deyir, hansı ifadələr tereftal turşusu üçün doğrudur? Gəlin baxaq. 1 əsaslıdır, xeyr, 2 əsaslıdır dedik. Sonra, lafzan istehsalında
istifadə olunurmu? Lafzan istehsalında bəli, tereftal turşusundan istifadə olunur. Toluolun katalitik oksiləşməsini alır. Xeyr. Bu toluolun katalitik oksiləşməsini alınmır. Çünki buradan benzoid turşusu alınır. Tereftal turşusu alınmır. Deməli, yalnız 2 bizdə doğru oldu. 6-cı sual. Hansı fərqli tereftal turşusu üçün doğrudur? Aromatikdir, bəli. Etanolla polimerləşir. Xeyr, etanolla polimerləşmir. Parakisonun bəli katalitik oksiləşməsindən alınır. Deməli, dedik toluoldan benzoid turşusu, parakissolda isə tereftal turşusu alınır. Deməli, 6-cı sualda oldu cavabımız 1-3 doğru variantı. Olein turşusu adı şəraitdə stearin turşusunu hansı maddə ilə fərqləndirmək olar dedik. Dedik ki, stearin turşusu doymuş halda da, olein turşusu doymamışdı. Çünki 1 mol hidrogen lazımdır doyması üçün, düzdürmü? Və biz deməli birində pi var, birində pi yoxsa biz bunları bromlu su ilə fərqləndirə bilərik. Yəni olein turşusu bromlu su ilə reaksiyaya girir, ancaq stearin girməz. Adi şəkildə bromlu su ilə hansı maddəni stearin turşusuna fərqləndirmək olar? Stearin nədir? Doymuşdur. Biz nə seçməliyik? Doymamış seçməliyik. O da cavabımız eləyir 8-ci sualda A variantı. 9-cu sualda yağ əmələ gətirməyən karbon turşularını istəyir. Uşaqlar, yağ əmələ gətirməyən karbon turşuları bax, olein əmələ gətirir. Sonra stearin turşusu əmələ gətirir. Ancaq, yəni aililər əmələ gətirir. Ancaq 3-cü əmələ gətirmir. Ona görə 9-cu sualda oldu cavabımız A variantı. Yəni akril turşusu əmələ gətirə bilmir. Olein turşusu yazaq. Olein turşusu necə yazıldı? C17 H33 COH. Burada deyir neçə hidrogen var? 33 burada, bir dənə də burada. Elədi 34. Cavabımız elədi 10-cu sualda D variantı. Baxaq 11-ə. Hansı sırada yalnız 2 əsaslı, yəni 2 COH axtarmalıyıq. 2 dənə COH-ımız olmalıdır, düzdürmü? Və burada baxaq, CH3, CH1 əsaslıdır, getsin. D variantına baxırıq. Burada da bir dənə 1 əsaslımız var, getdi. Burada da bir dənə CH-ımız var, getdi. Gəldik. Deməli, 2 əsaslı turşular istəyir, düzdürmü? Deməli, burada C variantında H2SO4 2 əsaslıdır. Bu da 2 əsaslıdır. Bu da 2 əsaslı. Çünki SOH var. Ancaq burada H3SO4 3 əsaslı çıxardaram onu. 12-ci sual. Aha. 12-ci sualda nədir? Məsələdir deməli. Deyir 56 qram olein turşusunu stearin turşusunu çevirmək üçün neçə litr hidrogen tələb olunur. Olein turşusunda əmərini verib nə qədər? 282. Uşaqlar, deməli yazıram mən olein turşusunun C17 H33 COH və bunun üzərinə hidrogen gəlib biz bunu doymuş hala gətiririk. Alınır C17 H35 COH stearin turşusu, düzdürmü? İndi deyir 56.4 qram. Bura yazaq. 56.4 qram nə? Olein turşusu. Və öz kütləsinə verib 282. Burada yazaq 282. Düzdürmü? 56.4 qrama bilmirəm nə qədər hidrogen. Amma 282 22.4 litr. Düzdürmü? Deməli, hidrogen litrlə x-ımız deyilir buradan 4 tam %48 litr. Cavabımız elədir 12-ci sualda D variantı. 13-dən olein turşusunun olein turşusunun 28.2 qramı neçə qram bromlu məhluli reaksiya daxil olurlar. İndi bromlu üzərinə brom gəlməklə biz tənlik alacağıq. Deməli, olein turşusunu yazıram C17 H33 COH. Düzdürmü? Üzərinə gəlirəm mən brom 2 və buradan alınır. Deməli, buradan yazaq. Alınır C17 H33. Yəni, birləşmə reaksiyası. Sadəcə bir bromu birləşdirir özünə. Yanına yazıram brom 2. Bir də olur yanında COH. Birləşdirdik sadəcə. Bu qədər.
İndi baxın nə deyir? 28.2 qram olein turşusunda. Bura yazdım 28.2 qram. Nə qədər brom lazımdır? Bilmirəm nə qədər brom lazımdır. Amma öz kütləsi 282 qram olanda və burada verib 282 qram. Bromun kütləsi nə qədərdir? Bromun kütləsi 80 bura 2, 160. Düzdür? ml-ni yazdım sadəcə. İndi buradan x-i tapırıq. X-imiz eləyir 16. 16 qram nə? Brom 2. 16 qram brom 2. İndi deyir ki, bu 16 qramımız, 4%-dir. Yazıram 16 4%-lidir. Düzdürmü? Bəs görək 100% nə qədərdir? 100% ilə deməli bizdə eləyir 400. 16 ilə 400 çar getdi, elədi 400. Cavabımız oldu Y variantı. 14-cü sual. Deməli, baxırıq 14-cü suala. Deyir ki, SNH plus minus 1 COH formuna uyğun gələn turşuları müəyyən turşular göstərin. Düzdürmü? Normalda formulumuz necədir? Formulumuz, yəni bu turşuların formulu CnHn plus 1 COH. Düzdürmü? Bu ümumi turşuların formuludur. 2n minus 1 nə deməkdir? Yəni bu 2n plus 1-dən 2 çıxıb. 2 çıxıbsa deməli 1 mol H2 çıxıb. Düzdürmü? 1 mol H2. Yəni 2 hidrogen çıxıb. Bax onu demək istəyirəm. Biz bilirik ki, stearin turşusunun ümumi formulu necə idi? C17 H35 COH. Yəni bu SNH plus 1 COH formuluna uyğun gəlir. 17-ci şey vurub üstünə 1 gəlib 35 alıb. Ona görə 2-ləri çıxardıram variantlardan. 2-lər getdi. 3-lə 4-ə baxıram. Düzdür, birincini götürdük. 3-lə 4-ə baxırıq. Olein turşusu. Bəli, olein turşusu necə idi? C17 H33 COH. 1 mol hidrogen çıxmış oldu. Deməli, cavabımız 1 və 3 oldu. 14-cü suala cavabımız C variantı. 15-də hansı maddə duzlara aiddir? Uşaqlar, duzlar, bax, ümumiyyətcə, hidrogenlə hansı bir metal əvəz olunsa biz onu duz kimi göstərərik, düzdürmü? O da B variant. Çünki bu hidrogenlərin yerində natriumlar dayanır. Ona görə biz bunu duz adlandırırıq. Hidrogenlə birləşmə reaksiyasına daxil maddələri deyir, nə eləyin? Göstərin. Hidrogenin birləşmə reaksiyasına daxil olsun. Uşaqlar, baxaq. Polietileni götürməliyik, düzdürmü? Çünki bunda pi qalmamışdı artıq. Butanı götürməliyik, doymuş haldadır. Dəmsin, B variantına xətt çəkəcəyik. Aha. Butanda pi rabitə yoxdur, doymuş haldadır, çıxartdıq. Pentanı çıxartdıq, etanı çıxardıq, qaldı cavabımız D. Turşular bilirik gedir. Aldehidlərin üzərinə hidrogen gəlir, spirt alırıq. Stirol da eyni şəkildə, vinil, benzol, bunda da pi rabitəsi var deyə hidrogenlə birləşmə reaksiyasına daxil olur. Hidrogenlə birləşmə reaksiyası daxil olması üçün bunda pi rabitə olmalıdır və pi rabitəsi olmalıdır. Hansı turşunun 1 molu 2 mol hidrogen birləşdi doymuş turşuya çevrilir. Uşaqlar, linol, çünki linol necə yazılırdı? C17 H31 COH. Bu da stearin turşusu da necə yazılırdı? H35 COH. Gördünüzmü? 35 ilə 31 arasında 4 hidrogen fərqi var. Yəni 2 mol hidrogen qədər fərqlənir. Deməli 2 mol hidrogen lazımdır ki, bunu doymuş hala gətirə bilsin. 3 mol hidrogen, bu da nə idi? Linolen idi. Linolen necə yazılırdı? C17 H29 COH. Metil spirtinin hansı maddə qarşılıq təsirindən polimetil metakrilat istehsalında monomer kimi istifadə edilən birləşmə alınır? Gəlsilək lövhəni yazaq. Deməli, uşaqlar, yazırıq biz buradan metakrilat. Düzdürmü? Metakrilatımız necə yazılırdı? Deməli, CH2, 2 xətt karbon, 1 xətt COH, aşağıya da bir dənə CH3 yazırdı. Biz bunun üzərinə əgər metil spirti gəlsə, metil spirtimizdə yazılır CH3OH şəklində. Nə alarıq deməli? Alarıq bu maddəni. Görsünüz. Bu hidrogen, bax, gözlüyün göstərəcəm. CH2, 2 xətt karbon, 1 xətt CH3, düzdürmü? Bunu da CO-nu yazıram, hidrogenini yazmıram. Bu hidrogenin yerinə gəlir, bu CH3 dayanır. CH3. Bu hidrogen isə,
Buradakı OH-ı götürür, su alınır. Düzdürmü? Bir də alındı nə? Su. Sonra biz bunun pisi var deyə əlbəttə ki, polimerləşdirə bilərik. Düzdürmü? Və bunu polimerləşdirəndə bu şəkildə olur. CH2, P-nin 1 ilə 1 CH2 tərəfə keçir. Buradakı karbon CH3 və CO CH3. Bu şəkildə. İndi görək variantların hansında göstərilib bu? Y variantında. Gördünüzmü? Yəni metakrilatı göstərsə birinci yazdığımız maddəni. Aha. Çünki axırda biz nə aldıq? Polimetil metakrilat və poli və bu maddənin adı bizdə oldu. Polimerləşdi deyə. Burada metilimiz var deyə. Metil və metakrilat. Deməli biz metakrilat turşusu götürməliyik ki, biz onu metil spiritinə qarşı təsirdə eləsək, biz polimetil metakrilat istehsalında monomer kimi istifadə edə bilək. 20-ci sual. 20-ci sualda nə deyək? Metil spiritin hansı birləşmə reaksiyasından alınan maddə polimerləşir? Eyni şəkildə. Metil spiritin bayaq nə ilə biz birləşdirdik? Metakrilat turşusu. Metakrilat turşusu da C variantında göstərilib. 21-ci sual. 1 mol akril turşusunun 1 mol xlorla qarşılığı təsirindən hansı maddə alınır? Gəlin baxaq. Akril turşusunun üzərinə xlor gələk. Niyə xlor gələ bilirik? Çünki akril turşusunda pi rabitəmiz var bizim. Ona görə biz rahatlıqla üzərinə xlor birləşdirə bilirik. Deməli, yazıram akril turşusunu CH2, 2 xət, CH, 1 xət, COH, üzərinə də gəlirəm xlor 2. Bu xlor, bax burada pi rabitəni görürsünüzmü? Bu piləri qırır və hərəsinə birləşir. Və bu olur CH2 xlor. Pi qırıldı artıq. CH, burada bir xlor və COH. Tamam mı? Görə hansı variantda göstərilib? C variantında göstərilib. Bu COH-ı açıq şəkildə yazıb, yəni. Ola bilər, eyni şeydir. İndi gəldik 1 mol metakrilat turşusunu birləşdiririk. Gəlin metakrilatı da birləşdirək buradan. Və metakrilatı da akrilatı yazırıq. Sadəcə bir dənə ortadan CH3 çıxardıq ki, metakrilat olsun. Deməli, burada bir CH3. Üzərinə gəlirəm xlor 2. Yenə bu xlor P-də qırır, P-ni qırır və o hissələrə birləşir. Və CH2 bura bir xlor. Sonra CH, CH3, yuxarısına bir xlor. Artıq bu gedir. Karbon olur yəni. Aha, karbon. Burada bir COH oldu. Görüyor hansı variantda göstərilib? O da C variantında göstərilib. 23-də hansı turşu 2 əsaslıdır? Yəni 2 COH axtarırıq. 2 COH axtarırıq. O da oksilat turşusu uşaqlar. Oksilat turşusu bu şəkildə yazılır. COH, xət, COH. -24-də baxırıq. Deməli, deyir hansı turşu 2 əsaslıdır? 2 əsaslı turşulardan biri də deməli bizdə adipin turşusu uşaqlar. Adipin turşusu da bu şəkildə yazılır. Baxın. Biraz silim. Göstərmişsin ki. Deməli, adipin turşusunu buradan yazıram. Bax, burada bir CH yazırsınız. Sonra xət, CH2-dən 4 dənə və aşağı bir COH yazılır. Bu olur bizdə nə? Adipin turşusu. Adipin turşusu. Aha, gördünüz 2 əsas, çünki 2 dənə COH qrupu var. Baxırıq 25-ə. Bu CNH2 plus 1 COH doymuş turşumuzdur. CMH2-1 COH və CNH2 plus 1 CHO. Biz bilirik ki, CHO aldehiddir, düzdürmü? Aldehid qrupudur. Yəni biz burada aldehid seçməliyik. Aldehid seçim, məsələn, asetaldehid və asetaldehid, düzdürmü? Sonra X-da doymuş bir turşu seçməliyik. Düzdürmü? Doymuş turşu seçməliyik. Məsələn, sirkə turşusunu seçərik. CMH2-1 COH isə doymamış turşudur. Doymamış turşuda
metakrilat turşudur. Cavabımız elədi C variantı. Burada biz aldehid qrupu görürük. Aldehid götürərik. Formaldehid, asetaldehid, bax bu A, B, Y variantlarını, yəni C-də geç. Çünki C-də metil spirtidir, D-də də metil spirtidir. X-də doymuş turşu seçməliyik, düzdürmü? Məsələn, sirkə turşusu, qarışqa turşusu kimi elə formiyyat turşusunu götürə bilərik. Ancaq Y-də doymuş olmamalıdır, tamam mı? Bax, stiarin doymuşdur, ona görə B variantını çıxardaram. Akril turşusu qaldı və linol turşusu qaldı, düzdür? Deməli, akril turşusunu götürürük. Akril turşusu necə yazılır? Bax, burada göstərirəm. CH2, 2 xətt CH, 1 xətt COH. Bəs linol turşusu necə yazılır? Linol turşusu isə yazıldı C17H. Deməli, 31 COH. Yəni, burada 2 mol hidrogen, 4 hidrogen, əksi bizə 2 hidrogen az lazımdır. Biz götürə bilərdik, məsələn, olein olsa götürə bilərdik ki, 1 mol hidrogen, yəni 2 hidrogen azdır. 2n-1-dən 2 çıxanda, 2n+1-dən 2 çıxanda 2n-1 eləyir. Linol turşusu doymuş hala gətirmək üçün 2 mol hidrogen lazımdır deyə Y variantını çıxırıq. Ona görə cavabımız qalır A variantı. Metakril turşusu üçün hansı ifadələr doğrudur? Gəlin baxaq. Bromlu suyu rəngsizləşdi, çünki pir rabitəsi var. Metakrilat turşusunu buradan yazıram. Baxın, CH2, 2 xətt CH, COH və buradan bir dənə CH3. Bu bizim metakrilatdır, düzdürmü? Sonra natriumla reaksiya daxil olur. Bəli, bu hidrogenin yerinə natrium dayana bilər. Doymuşduq, xeyr doymuşduq, çünki pir rabitəsi var. Ona görə cavabımız 1-2 A variantı. Akril turşusu. Akril turşusu da budur. CH2, 2 xətt CH, 1 xətt COH. Deməli, bromlu suyu rəngsizləşdir, bəli, çünki pisi var. Natriumdan bəli, hidrogenin yerinə dayanır. Yağların tərkibinə isə daxil deyil uşaqlar. Yağların tərkibinə daxil deyil. Cavabımız oldu A variantı. 1-2 düzdür. Hansı ifadələr tereftal turşusu? Tereftal turşusu dedikdə benzoy həlqəsinə, deməli, bir dənə nə birləşik, 2 dənə COH birləşdiririk. Bu olur bizdə tereftal turşusu. Bir əsaslı turşuduq, iki əsaslı, ona görə doğru deyilər istəyirdi, ya biz ona görə buna plus qoydum. Lafsan istehsalında istifadə olundu mu? Xeyr, lafsanda istifadə olundu mu? Bizdən doğru deyil deyə bunu götürmürük. Toluğun katalitik oksidaşməsindən alınır. Xeyr, tololdan nə alınırdı? Benzoy turşusu. Biz paraksiloldan alırdı. Ona görə 3 də səhvdir. Ona görə cavabımız oldu 1-3 B variantı. Hansı ifadələr tereftal turşusu doğrudur? Aromatikdir, bəli, çünki benzoy həlqəsi var. Benzolun homoloqudur. Benzolun homoloqu deyil. Paraksilolun katalitik oksidaşməsindən alır. Bəli, dedik, paraksilolun oksidləşəndə tereftal turşusu, ancaq tolol oksidləşəndə benzoy turşusuna keçir. Cavabımız oldu 1-3, doğru A variantı. Gəldik 31-ci suala. Aha, deyir CnH2-1 CH formuna uyğun gələn cis-trans izomerlərin karbon turşuları. Deməli, ümumiyyətcə biz bilməliyik ki, CnH2-1 CH doymamış karbon turşusunun ümumi formusudur. Yəni 2 qat olmalıdır, radikalda 2 qat olmalıdır. Yəni bax, bundan əlavə və bu hissədəki 2 qatdan əlavə radikalımızda 2 qat olmalıdır, tamam mı? Və cis-trans izomeri də olmalıdır. Radikallarda müxtəlif olmalıdır. Məsələn, birincidə radikal müxtəlifdir, çünki ikisinin hidrogen var. Birincini çıxardıram. İkincidə ümumiyyətcə pir rabitəsi yoxdur. Ona görə bunu çıxardıram. Üçüncünü götürərəm. Çünki CH-ımız var, o heç. Radikalımızda pir rabitəsi var və cis-trans izomeri var. Niyə? Çünki bax bu hissədə və bu hissənin bax, radikalları müxtəlifdir. Görürsünüz, burada bir radikal var fərqli, burada bir radikal var fərqli. Ona görə cis-trans izomerləri əmələ gətirir. Burada isə, baxın, pir rabitəsi var, amma radikallar, yəni 2 dənə burada hidrogen var deyil, bunu götürmürəm. Ona görə yalnız 3 Y variantı doğru oldu. 32-ci. İndi cis-trans izomerlər olmayan istik və yenə pir rabitəsi olsun, yəni doymamış olsun. Burada biz onda birincini götürərik. Niyə? Çünki cis-trans izomeri yoxdur və doymamışdır. Sonra
İkincini də götürərik. Sistrat izomerliyi yoxdur və doymamışdır. Üçüncünü götürə bilmərik. Dördüncü çünki sistrat izomerliyi əmələ gətirmir. Cavabımız oldu Y variantı. 33. Deyir ki, belə bir birləşmə verib. Deyir, hansı ifadələr doğrudur? Gəlin baxaq. Deyir ki, 2 asimetrik karbon atomu var. Bəli. Başına ulduz qoyduqlarında asimetrikdir. Çünki radikalları müxtəlifdir. CH3, OH, OH, COH. Gördünüzmü? Mən birincini götürdüm. 1 mol artırılması götürmüş natrium reaksiyasından 1,5 mol hidrogen ayrılır. Uşaqlar, demək bunu necə eləyirik? Bu natrium ümumiyyətcə harda dayana bilər? Bax, bu biri burada dayanar hidrogenin yerinə. Bir buradakı hidrogenlərin yerinə dayanar. Gözü 3 hidrogenin yerinə dayandı. 1,5 mol hidrogen ilə 3H deməkdir da. 1,5 2-yə vuranda 3H elədi. Deməli 3H-ın yeri 3 dənə natrium dayana bildi. İkinci də onda doğrudur 33-də. Sonra baxırıq üçüncüyə. Ribon turşudumu? Xeyr, bu ribon turşusu deyil. Cavabımız olduğuna görə 1, 2, D variantı. 34-də maddələrin molekullarında karbon atomları sp2 bir ortalarının sayının artma sırasını. Biz ümumiyyətcə bunları çəkməliyik ki, bilək ki, hərəsində sp2 nə qədərdir və onu istədiyi qaydanın artma sırasından düzə bilək. Aha, birinci mən yazıram propanon. Propanon digər adı da uşaqlar asetondur. Aseton. Yəni ketondur da, düzdürmü? Ketonlar necə yazılır? Birincini yazıram. CH3, düzdürmü? Bir xət karbon, aşağı 2 xət oksigen, sağa da bir xət CH3. Biz oldu bizdə propanon. İkinciyə baxıram. Akril turşusu. Akril turşusunu yazırıq CH2, 2 xət CH, bir xət COH. Üçüncü nədir? Üçüncü bizdə vinil asetilini. Birinci vinilimizi asetilini, sonra vinili yazırıq. Aha, indi gəlin biz bunların sp2, sp2'lerini qeyd edirik. Deməli, birinci burada sp2 olan sadəcə budur. Bir dənə sp2'si var. Burada bu sp2'dir, bir də bu sp2'dir. Bu sp''dir, bu da sp''dir, ancaq bu sp2'dir. Düzdürmü? Bu da sp2'dir. Burada bir də bu COH sp2'dir. Niyə? Çünki biz bu COH açıq şəkildə yazanda, belə yazırıq. Karbon, 2 xət oksigen, 1 xət OH, düzdürmü? Ona görə burada 2 qat var deyə, bu da sp2'dir. Deməli, burada oldu bir dənə sp2, burada oldu 3 dənə, burada oldu 2 dənə. Artma sırasından istəyir, düzdürmü? Artma sırasından deməli azdan çoxa getməli. Birinci, sonra üçüncü, sonra da ikinci. 1, 3, 2, cavabımız elədir D variantı. 35'də. İndi gəlin bunların da hamısını bir-bir yazaq. Bax, deyir stirol. Stirol necə yazılır? Vinil benzol şəklində. Bax, birinci benzol həlqəsini çəkirəm. Sonra yuxarıdan bir də vinil yazıram. CH, 2 xət, CH2. İndi bir də tolol yazaq, deməli. Sonra üçüncü bizdə benzoy turşusu. Benzoy turşusu uşaqlar deməli bu şəkildə yazılır. CH açıq şəkildə yazdım, yəni tamam mı? Deməli stirolda bax benzol həlqəsinin altısı sp2-dir, bir də bunlar sp2 olduğuna görə 6 üstə gəlir 2, 8 burada nə var? sp2'miz var. Burada sadəcə benzoldakılar sp2'dir, yəni 6 dənə deyil, 6'sı sp2'dir. Burada 6'sı benzoldadır, bir dənə də bax bu COH-da sp2'miz vardı, oldu 7 dənə. Azalma sırası istəyir. Ən çoxdan ən aza doğru gedirik. 1, 3, sonra 2. 1, 3, 2 cavabımız elədi B variantı. Baxaq 36'ya.
Deməli, bizə deyir karbon turşuları X-dir, Y-dir, Z. Aha, X-da cis trans izomerli yoxdur, Y-də var, Z-də yoxdur. Turşunun 1 mol birləşən hidrogenin mol miqdarı 1 mol, 1 mol, 1 mol. Yəni Z-də yoxdur ümumiyyətcə. Deməli, uşaqlar, baxaq. Cis trans izomerli dedik ki, radikal müxtəlif olmalıdır, düzdürmü? Hidrogen də o zaman birləşdirə bilir ki, doymamış olsun, yəni pi rabitəsi olsun, onu istəyir. Gəlin baxaq. Bax, biz X-a bir doymamış seçməliyik və radikalları müxtəlif olmalı deyil. Çünki cis trans izomerli yoxdur deyil. Yəni, radikalları eyni olmalıdır, düzdürmü? Bax, biz götürərik akril turşusu. Niyə? Çünki akril turşusu yazılır CH2, 2 xətt CH, 1 xətt CH. Bunun pisi var deyə, bu özünə hidrogen birləşdirə bilir. Sonra bunun da radikalları eynidir və ikisində də hidrogen birləşibdir. Cis trans izomerli əmələ gətirə bilmir. Ona görə bunlar qalsın. Y cis trans izomerliyi əmələ gətirə bilir. Çünki plus qoyub və 1 molda hidrogen birləşdirə bilir. Yəni pisi də var. Belə. Biz buna, deməli, olein götürərik uşaqlar. Çünki olein necə yazılır? C17, H33 və COH. Cis trans izomerliyi əmələ gətirə bilir. Pi rabitəsi var. Yəni doymamışdır və 35-ə çatması üçün 1 mol hidrogen lazımdır. Sonra Z-də isə biz götürərik asetatı. Niyə? Çünki asetat turşusu cis trans izomerliyi yoxdur və doymuş haldadır deyə özünə də hidrogen birləşdirmir. Ona görə cavabımız olur B variantı. 37 də həmin qaydadadır uşaqlar. Deməli, burada da götürərik, cis trans izomerliyi var və özünə 1 mol hidrogen birləşdirə bilir, düzdürmü? Onda biz bunu olein götürərik, bayaqki kimi. Y-ə asetat götürərik, nə cis transı yoxdur, nə də hidrogen birləşdirmir. Sizə də metakril turşusu götürək. Çünki metakril necə yazıldı? CH2, 2 xətt CH, bura 1 COH, aşağıda bir nə? CH3. Düzdürmü? Buradan hidrogen silirik onda. Bir, iki, üç, dörd. Aha. Burada isə uşaqlar pi rabitəsi var deyə bu hidrogen birləşdirə bilir və radikalları müxtəlif götürür. CH2, CH3 və CH3. 3 dənə müxtəlif radikal. Yəni cavabımız oldu C variantı. 38-də. Deməli, biz deyir bu birləşmə üçün hansı ifadələr doğru deyil. Aha, hansı ifadələrimiz doğru deyil. Baxaq. Deyir bir asimetrik karbon atomu var. Uşaqlar, asimetrik karbon atomu burada yoxdur. Çünki radikallarımız eynidir. Deməli, bir səhvdir onda. İkinci, 1 mol artıqlaması ilə götürmüş natrium reaksiyasının daxilində 1 mol hidrogen ayrılır. Gəlin baxaq. Hidrogen haralarda dayanır? Natrium haralarda dayana bilər? Bir burada dayanar, buradakı hidrogenin yerində. Sonra bir buradakı hidrogenin yerində dayanar natriumumuz. Sonra buradakı hidrogenin də yerində dayana bilər və buradakı OH-ın yerində də natrium dayana bilər. Görürsünüz 4 dənə. Yəni 4 hidrogenin əvəzi olmalı. 2 mol H2 olmalıydı. 1 mol H2 yox. İkinci də səhvdir. 3 mol kalium OH-la neytrallaşır. Bu da düzdür. Bəli, çünki buradakı CH-lar 3 dənədir. Deməli 3 dənə kalium OH-la neytrallaşacaqdır. Deməli 3 düzdür. Bizdən səhvləri istəyir. Doğru deyil. 1, 2 oldu. Cavab A variantı. 39-da 2 mol olein turşusu və 1 mol izopren qarışığını doymuş hala gətirməsi üçün neçə mol H2 lazımdır? Uşaqlar, izopren C5H8-dir, düzdürmü? Olein turşumuzda C17, H33, COH-dır. C5H8 C5H12-yə gəlməlidir ki, doymuş ola gəlsin, düzdürmü? C5H12. Nə qədər hidrogen fərqi var? 8, 12, 4, yəni 2 mol. Deməli, bunun 1 moluna 2 hidrogen lazımdır. İzoprendən söhbət gedir. 2 moluna da 4. Deməli, buna 4 oldu izoprenda. Olein turşuda 35-i gəlməsi üçün 1 mol hidrogen lazımdır. Amma 2 dənəsində birinə 1 mol, ikisinə 2 mol onda.
4 ilə də 2-ni cəmi elədi 6. X üzərinə su gəlib, alınıb, deməli aldehid. X-in üzərinə kalium manqan O4 üzərinə su gəlir, kalium OH manqan O2. Düzdürmü? Baxın, deməli X bizdə asetilendə Kucherov reaksiyasıdır. Düzdürmü? Asetilində necə yazılır? C2H2 və yaxud da açıq şəkildə CH3 xətt CH. Y-imiz isə uşaqlar bizdə alınır oksalat turşusu. Oksalat turşusu da bu şəkildə yazılır. COH, COH. Bizdən Y istəyir. Yəni də Y maddəsi üçün hansı ifadələr doğrudur? Baxaq. Karbon atomları sp2 birləşmə vəziyyətindədirmi? Bəli. Sirkə turşusundan zəif turşudur. Xeyr, bu səhvdir, güclüdür. Lafzan lifin alınmasında deməli xammal kimi istifadə olunur. Xeyr. 2 əsaslıdır. Bəli. 1 moluna 2 mol natrium OH lazımdır. Bəli, çünki 2 dənə COH görürük. Adi şəkildə bromu suyu rəngsizləşdirirmi? Xeyr, rəngsizləşdirə bilmir. Ona görə cavabımız elədir 1, 4, 5. Açıq şəkildə yəni bunu belə göstərə də bilərik. COH-ın biri belə, OH. Sonra bir dənə xətt çəkərik. Belə bir xətt. Karbon, yenə 2 xətt. O, bir xətt. OH. Gördünüzmü? Bunlar sp2 hibrit halındadılar. 41. Deməli, akril turşular reaksiyada daxil hidrogen, halogenlər X, HX, HY, HZ. Reaksiyadan alınan maddələr A, B, C. Deməli, akril turşu ilə reaksiyaya girir. Akril turşusu necə yazılır? CH2, 2 xətt, CH, 1 xətt, COH. Düzdürmü? Və bunların üzərinə hidrogen halogenitlər, yəni H xlormu, H bromu, H flormu, H yodmu, polyarlığın artma sırası ilə. Uşaqlar, polyarlıq necə artır? Deməli, H flor, buradan yazıram, H xlor, H brom, H yod. Və bu istiqamətdə polyarlığımız artır. Bizdə ən çox polyarlıq HY-dədirsə, onda məsələn bu H yodu silək, gəlin 3-3-dən söhbət gedir də, bromdan başlayaq sayaq. Deməli, HY-də çoxdur. Deməli, HY nədir? H flordur. Və bu Y-imiz oldu nə? H flor. Sonra X-imiz oldu bizdə xlor. Bu olsun H xlor. Bu da oldu bizdə H brom. İndi bizə deyir ki, turşuluq xəstəsinin artma sırasından göstərin. Onda məsələn, götürərik, biz üzərinə H xlor gələndə birinə hidrogen birləşdiririk, birinə də məsələn, xlor ya da flor, birinə də brom məsələn. Bunun üzərinə gəlsəm, deyək ki, H xlor, düzdürmü? Pi rabitə qırılar, bax, bu CH3 olar, bu da olar, məsələn, xlor birləşir, bax, bu şəkildə. Buna yazarıq. Bu pi də qırılır da, düzdürmü? Aha. Və bu olar CH3, buna da CH bu şəkildə birləşmiş olar. Bizdən deyir, alınan maddələrin turşuluq xəstələrinin artma sırası ilə göstərin. Aha, bu xlor olacaq, sonra brom, sonra da nə? Flor. Artma sırasında onda deyərik ki, xlorumuz A-dır, bromumuz C-dir, florumuz B-dir. Artma sırasını da göstərsək, birinci brom, C, ikinci xlor, A, üçüncü flor, B. Çünki bu şəkildə artır da, düzdürmü? C, A, B cavabımız elədir, Y variantı. 42 də o qaydada uşaqlar. İndi polyarlığın azalma sırasından istəyir burada. 43. Sirkə turşusu və oksalat turşusu üçün eyni olanlar nədir? Baxın, sirkə turşusu bizdə dedik CH3, COH kimi yazılır. Oksalat turşusu da COH, COH kimi yazılır. Yazıram. Bu sirkə turşusudur bizdə. CH3, COH. Oksalat turşusu da yazıram. COH, COH. Aha, deyir eyni olanlar nədir? Molekul karbon atomlarının sayı. CH3, COH-da karbon atomu sayı 8-dir, düzdürmü? Burada da 8. Deməli, eynidir. Düzdür yəni. Aqreqat halları biri sirkə turşusu mayedir, oksalat turşusu isə bərk haldadır. Deməli, eyni deyil. Atomların ümumi sayı demək, bu birinci karbon atomunun sayını istəyir. Hə, karbon atomu 2 dənədir, hər ikisi yenə eynidir.
ümum atomlarının sayı da 8 eyni oldu. Sonra karbon atomların sp3 hibrid orbitallarının sayına gəlin baxaq. Baxın, ümumiyyətcə oksidant turşusunda sp3 yoxdur. Bax, bu da sp2-dir, bu da sp2-dir. Ancaq CH3, COH-da 1 sp3, 1 sp2. Deməli, bu da eyni deyil. Düzgün cavabımız oldu 1 və 3. Deməli, 44 də fərqli olanlar istəyir. O da karbon atomları sayı eyni oldu. Aqreqat halları fərqli oldu və sp2 hibrid orbitallarının sayı fərqli oldu. 45-də deyir ki, alınma üsullarını verib, tətbiq sahələrini verib, hansı reaksiyalardan alınan maddələr. Deməli, alınan maddələri ümumiyyətcə bilməliyik biz. Gəlin burada göstərək. Buranı silim. Sonra alınan maddənin tətbiq sahəsi doğrudurmu, doğru deyilmi, onu istiyor. Tamam mı? Və birinci asetilendir, düzdür, C2H2. Kalium manqanol 4 gəlib, bir də su gəlib üzərinə. Əlbəttə ki, buradan alınır oksilat turşusu. COH, COH. Bu birincidir. İkinciyə baxıram. Bu isə bizdə etilendir. Etilen də kalium manqanol 4 üzərinə su gələndə buradan etilen spirt alınır. Yəni etilen glikol. CH2, 2 atom spirt. OH. Sonra üçüncüyə baxırıq. Üçüncüdə isə uşaqlar, deməli, burada etil spiritin üzərinə oksigen gələndə bizə keçir sirkə turşusuna. Yəni alınır CH3, COH. Dördüncüdə bu yanma reaksiyası deyil. Deməli, burada C6H34 üzərinə oksigen gələndə bizdə alınır C17H35 COH. Yəni stearin turşusu. Deməli, C17H35 COH stearin turşusu. Baxaq. Deməli, deyir ki, sintetik kauçuk, yəni oksidant turşusu sintetik kauçukda istifadə olunmur. Deməli, 1 səhvdir. İkinci, etil spirt üzrsən, etilen glikol üçün neylon lifin alınmasında istifadə olunur, xeyr, lafzan lifindədir. Sonra üçüncü, nədir bizə? Sirkət turşusu. Konservləşdirici vasitə kimi bəli sirkət turşusundan istifadə olunur. Dördüncü nə idi bizdə? Stearin turşusu, bu da sabun istehsalında istifadə olunur. Bəli, doğrudur. 3, 4 bizdə doğru cavab oldu. Etilen glikol və oksidat turşusu. Etilen glikol dedikdə uşaqlar CH2OH, CH2OH, oksidat turşusu COH və CH-dan söhbət getdi. Deyir, natrium OH-la reaksiya daxil olmaları, bəli, hər ikisində COH qrupu, yəni OH qrupu və yaxud da COH qrupu var deyə, oradakı hidrogenlərin yerində ola bilir. Bunu belə də açıq şəkildə qoy göstərim, bir dəqiqə. Etilen glikol deyir, düzdür, birinci etilen glikol. CH2, CH2, OH, OH. Aha, oksidat turşusu istəyir bir də. COH, bir də aşağıdan COH. Natriumla reaksiya daxil olmaları, bəli, bunu götürdük, 1 plus. İkinciyə baxıram. Asimetrik karbon atomlarının olmaması, bəli, yoxdur. Üçüncü, karbon atomlarının oksidaşma dərəcəsi. Bax, bu olur bizdə müsbət 3. Sonra CH2OH-da isə deməli hidrogenimiz deməli CH2OH deyil, düzdürmü? Oksigenimiz -2, hidrogenimiz müsbət 1, bu da eyni şəkildə müsbət 1, buna da bir x qoyaq. X üstə gələk 2, çıxaq 2, üstə gələk 1, bərabər 0. Bunlar ixtisar getdi, x oldu -1. Və eyni deyil, bu üstə çıxdı. 4-ə baxıram. Deməli, 4-ə baxırıq. Lafzan lifin istehsalında tətbiq olunmaları. Bu sadəcə etilen glikola aiddir, tamam mı? Ona görə 4-də getdi. 5-ciyə baxırıq. Karbon atomlarının sayı, bəli, hər ikisində 2 dənə, deməli 5 düzdür. Bir də 6-cı. 1 mol natriumla reaksiyasının ayrılan hidrogenin kütləsi. Deməli, burada hidrogen, natrium, yəni burada olacaq. Burada da natrium, bax, bu hidrogenlərin yerində olur. Yəni, hər ikisində 2 dənə, deməli, eyni olacaq. Düzgün cavabımız oldu 1, 2, 5, 6. Deməli, düzgün cavab 1, 2, 5 və 6. 47-ci suala baxırıq. Sxem üzrə gedən reaksiyada alınan maddələrin molekulun asimetrik karbon atomu
varmı? Deməli, bax birincidən hidrogen gəlib, pi rabitələr qırılır. Bax, olacaq bu şəkildə. CH3, CH2, COH. Sonra ikinci, brom bu pilərin yerində dayanır. Bax, bu şəkildə. CH2, bura bir brom. CH, bura bir brom və COH. Sonra süd turşusu qıcqırdı, düzdürmü? Buradan alınır, deməli, CH3. Mən sizinlə burada səliqəli yaza bilərəm. Qoyun buradan yazım bir dəqiqə. Deməli, bax, mən yazdım hamısını, bir-bir göstərəcəm sizin üçün. Hansı asimetrikdir, hansı asimetrik deyil. Birincidə asimetrik karbon atomu yoxdur, çünki eyni. Bax, ikincidə burada biz bunu götürə bilərik. Niyə? Çünki səliqəsiz oldan olsun. Burada bir brom görürəm, bir COH görürəm, düzdürmü? Deməli, eyni radikallar müxtəlifdir, asimetrikdir. Sonra üçüncüyə baxırıq. Üçüncüdə də götürə bilərəm. Bax bunu. Həm də biri də hidrogeni gördünüz. Üçüncüdə də bu karbonu götürərəm. Yəni biri OH-dır, biri COH-dır, biri hidrogendir, biri CH3-dür. Sonra dördüncünü götürə bilmərəm. Çünki 2 dənə hidrogeni var. Götürmək olmaz. Eyni şəkildə birincidə 2 dənə hidrogeni var idi. Sonra gəldik bunu götürə bilərik. Bax bu hissəni. Niyə? Çünki biri CH3-dür, biri xlordur, biri COH-dur, biri hidrogen. 4 də müxtəlif radikallardır deyə bu da asimetrikdir. Deməli cavabımız oldu 2, 3 və 5. Yenə 48 də həmin qaydada 49-a baxaq. Süd turşusu üçün nə doğrudur? Uşaqlar, süd turşusu necə yazılır? Bax, göstərirəm. Bu CH3, CH, COH, buradan bir dənə OH, düzdürmü? İndi baxaq. Deyir, molekulun asimetrik karbon atomu var. Bəli, bu asimetrikdir. Niyə? Çünki birinə CH3, birinə OH, birinə COH, birinə H birləşir. Sonra birinci karbon toxlaşma dərəcəsi deyir ki, müsbət 3-dür. Birinci hansıdır ümumiyyətcə? Birinci bax budur, COH-dır. Çünki buradan başlayır da nömrələnmə. Bəli, bu da müsbət 3-dür. Ona görə ikinci doğrudur. 1 mol 36 qram oksigen var. Neçə oksigen var? 3 oksigen var. Yəni 48 qram edir. 36 yox. Dördüncü nə deyir? Deyir 1 molun artıq miqdarı götürmüş natrium reaksiyasından 1 mol hidrogen ayrılır. Baxın, natrium bir burada əvəz oluna bilər. Bir də burada əvəz oluna bilər. 2 natrium. 2 natriumla da 2 hidrogen, yəni 1 mol hidrogen. Deməli, bu da düzdür. 2 ədəd ikili karbon atomu varmı? İkili karbon atomu gəlin baxaq. Bax, bu birlidir, bir karbonla birləşib. Bu da ikilidir. Bax, ortadakı ikilidir, 2 karbonla birləşib. Yəni, bir dənə ikili karbonumuz var. Bu da səhvdir. Düzgün cavabımız oldu 1, 2 və 4-cü sual. 50-ci sualda yenə həmin qaydadadır. 36 qram karbon oldu mu? Deməli, süd turşumuz necə yazıldı? Bax, yazıldı. CH3, buradan yazaram. CH, COH və OH. 3 karbonu var. 3-ü də 12 alanda bəli 36 eləyir. İkincidə deyir, birinci karbon toxlaşma dərəcəsi -3-dür. Xeyr, müsbət 3 oldu. Optik aktiv maddədir. Optik aktiv nədir? Yəni asimetrik karbonu var. Biz dedik ki, bu karbon asimetrikdir. Buradan CH3, buradan hidrogen, buradan OH, buradan CH. Radikalları müxtəlifdir. 3 düzdür. Dördüncü deyir, 1 mol natrium miqdarı 1 mol hidrogen ayrılır. Bəli, bunu da dedik düzdür. Molekulda bir ədəd birli karbon atomu var. Gəlin baxaq. Bir dənə deyil uşaqlar. Bax, bu birlidir, bir də bu. Çünki bir dənə karbonla birləşir. Deməli, bu da səhvdir. Düzgün cavabımız oldu 1, 3 və 4. İndi 51-ci, 52-ci sualları yazırıq. Deməli, 51-ci sualda deyir ki, molekul hidrogen atomlarının sayı. Deməli, birinci A variantına baxırıq linola. Linol deməli yazıldı bizdə C17, H31 və COH. İkinci istiarin. İstiarin yazıldı H17, karbon 17, H35, COH. Sonra C'ye baxdıq. Olein. Olein yazıldı C17, H33, COH. Sonra gəldik polimitinə. Polimitin yazıldı C15, H31,
1 SOH. Sonra linolen. Linolen yazıldı. C17 H29 SOH. İndi baxın. Hidrogenlərin sayına baxıram. Deməli 31 burada, biri burada oldu 32, 35 biri də burada 36, 33 biri də burada 34, 31 biri də burada 32, 29 biri də burada 30. 36-nı istəyir yalnız B, 32 istəyir A və D, 34 də C-də. Aha, indi baxırıq, deməli 52-ci suala. Burada da metakril, yağ, karbon, propion və akril turşularını soruşur. Düzdürmü? Deməli birinci yazıram metakrili. A metakrildir, düzdürmü? CH2 2 xətt, karbon 1 xətt, COH aşağı 1 xətt, CH3. Sonra B'də yağ turşusu. Yağ turşusu 4 karbon olur burada. CH3, CH2, CH2 və COH. Sonra C kapron turşusudur. Kapron turşusu qapalı şəkildə yazıram. C6, H12 və O2-dir. Sonra propion turşusunda da 3 karbonu var deməli. Açıq şəkildə yazsam CH3, CH2 və COH. Akril turşusu necə yazıldı? Akril turşusu CH2 2 xətt, CH 1 xətt, COH. Yenə hidrogenlərin sayı soruşur. Deməli, ikisi burada, 3'ü burada 5, biri də burada oldu 6. 3'ü 2, 5, 2, 7, bir də burada 8. Burada 12 dənədir hidrogen. Burada 3 üstə gəl 2, 5, bir də burada 6, 2 üstə gəl 1, 3 üstə gəl 1, 4. 6 dənə oldu A'da və D'də. 12 C'də, 4 də Y variantında oldu. Birinci A, birinci A D, ikinci C, üçüncü də Y variantı.